İqtisadi zonadasınız, hörmətli tamaşaçılar. Azərbaycanın bank icmasını bir araya toplayan Azərbaycan Banklar Assosiasiyasının 35 illiyi qeyd olundu. Bu müddətdə ölkədə bankların həm sayında, həm maliyyə vəziyyətində köklü dəyişikliklər baş verdi. Bugün bank sektorunda vəziyyət necədir? Maliyyə təşkilatlarına vətəndaşların etimadı hansı səviyyədədir? Xüsusilə son dövrlərdə kiber cinayətkarlığın genişləndiyi bir vaxtda banklar özlərini və müştərilərini qorumaq üçün hansı tədbirləri görürlər? Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevlə bugün bu mövzuda söhbətimizi aparacağıq. Axşamınız xeyirli olsun Zakir müəllim, xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm. Zakir müəllim, öncə sizi və rəhbərlik etdiyiniz Banklar Assosiasiyasının 35 illik tədbir yubileyi münasibətilə təbrik edirik və sizə uğurlar arzulayırıq və bilmək istəyirik ki, bu müddətdə assosiasiya hansı işləri görüb və bank sektorunda bu müddətdə hansı dəyişikliklər var? Öncə bundan başlayaq. Təşəkkür edirəm təbrikçinizə görə. Qeyd edim ki, Azərbaycan Banklar Assosiasiyası qeyd etdiyiniz kimi artıq 35 illiyini qeyd edir və bu ölkəmizdə yaranma tarixinə görə ən qədim assosiasiyalarından birisi kimi bugün bazarda mövcuddur. Və fəaliyyətdə olduğu bütün dövrlər ərzində Azərbaycan Banklar Assosiasiyası nəzarət orqanı və tənzimləyici orqan olan Azərbaycan Respublikası Mərkəzi Bankı ilə və eyni zamanda digər dövlət və hökumət qurumları ilə yaxından əməkdaşlıq etməklə sektorun inkişaf etdirilməsi üçün zəruri olan fəaliyyətləri həyata keçirməyə çalışmışdır. Və bugün biz artıq əminliklə deyə bilərik ki, Banklar Assosiasiyası bu keçən dövr ərzində qarşıya qoyulmuş bu vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olmuşdur. Eyni zamanda Azərbaycan Banklar Assosiasiyası özünün çox tərəfli və çox funksiyalı fəaliyyətini həyata keçirmək üçün tərkibində bir sıra strukturlar formalaşdırmışdır və bunlardan ən önəmlisi Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi olmuşdur ki, biz eyni zamanda öz 35 illiyimizlə yanaşı həmin qurumumuzun da 25 illik fəaliyyətini də qeyd etmiş olduq. Bundan başqa vətəndaşlarımızın şikayət və təkliflərinə baxılması, eyni zamanda şəffaflığın təmin edilməsi, sektorla müştərilər arasındakı münasibətlərin daha da yaxşı formalaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə Bank Ombudsman İnstitutu da formalaşmış və artıq da uğurla fəaliyyət göstərməkdədir. Bundan başqa həm sektor daxilində olan fəaliyyətlərimizin əlaqələndirilməsi üçün Banklar Assosiasiyası nəzdində müxtəlif sahələri əhatə edən ekspert qruplar formalaşdırılmış və bu ekspert qruplarının fəaliyyətinə zəruri olduğu təqdirdə kənar ekspertlər cəlb etməklə həm sektorda mövcud olan məsələlərin həll edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yayılması kimi mühüm əhəmiyyət kəsb edən məsələlərin də müzakirəsi həyata keçirilir. Xüsusilə qeyd etmək istərdim ki, biz öz fəaliyyətimizi bir neçə istiqaməti üzərində dayansaq, bunlardan birincisi və ən vacib olanı təbii ki, banklar arası münasibətlərin formalaşdırılması və inkişaf etdirilməsi, banklar arası birliyin yaradılması və Mərkəz Bank və hökumət dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə birgə fəaliyyətin təmin edilməsidir. Digər fəaliyyətimizin əsas istiqamətlərindən birisi təbii ki, beynəlxalq tərəfdaşlarımızla beynəlxalq təcrübənin öyrənilməsi, yeni innovasiyaların öyrənilməsi və sektora gətirilməsi və tətbiq edilməsi məsələsi olmuşdur. Xüsusilə bizim üçün fəxr və qürur mənbəyimiz olan Türk Dilli Dövlətlərin Bankalar Birliyinin yaradılması məsələsi olmuşdur. Bildiyiniz kimi Türk Dilli Dövlətlər Şurasının inkişafı ilə və aktiv fəaliyyəti eyni zamanda bizim banklar assosiasiyaları arasındakı münasibətlərin formalaşmasına gətirib çıxardı və artıq biz mühüm təşəbbüskarlarından biri olaraqdan bu assosiasiyanın yaradılmasına nail olduq və hazırda Azərbaycan, Türkiyə, Qırğızistan, Qazaxıstan və Özbəkistanın daxil olduğu belə bir assosiasiyamız formalaşmış və aktiv şəkildə fəaliyyət göstərməkdədir. Xüsusilə son dövrlərdə və qarşıdakı dövr üçün bizim üçün mühüm əhəmiyyət kəsb edəcək bir sıra dövlət orqanları, məsələn, Ədliyyə Nazirliyi və onun tabeliyində olan qurumlarla olan mövcud əlaqələrimizin daha da inkişaf etdirilməsi, daha da səmərəliləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və düşünürük ki, qarşıdakı dövrlərdə biz bu əlaqələrimizin daha da yaxşılaşdırılmasına nail olacağıq. Bundan başqa həyata keçirilən fəaliyyətlərimiz sırasında banklarımızın və assosiasiyanın bütövlükdə həyata keçirdiyi korporativ sosial məsuliyyətdən irəli gələn tədbirlərimizdir. Bu tədbirlər çərçivəsində biz həm Yaşad Fondu ilə, eyni zamanda Qarabağ Dirçəliş Fondu ilə yaxından əməkdaşlıq edirik və bugün demək olar ki, bütün banklarımız Qarabağ Dirçəliş Fondunun ihanəçiləri sırasındadır və eyni zamanda
həm keçən dövrdə və hazırki zamanda da biz Yaşad Fondu ilə birlikdə əvvəlki dövrlərdə şəhid ailələrimizin, onların ailə üzvlərinin, hazırda qazilərimizin və eyni zamanda da qarşıdakı dövrdə də bu Yaşad Fondunun fəaliyyətinin daha da əlaqələrimizin inkişaf etdirilməsi üzrə fəaliyyətlərimizi daha da inkişaf etdirməyə planlaşdırırıq. Biz belə baxdığımızda assosiasiyanın fəaliyyətini çox tərəfli və çox funksiyalı olduğunu bir daha görürük və qarşıdakı dövrdə də bu fəaliyyətlərin daha da genişləndirilməsini nəzərdə tuturuq. Zakir müəllim, bu görülən işlərin fonunda bugün Azərbaycanda bank sektorundakı vəziyyəti necə qiymətləndirirsiniz və bugünkü vəziyyətdən çıxış edərək gələcəklə bağlı proqnozlar, gələcəklə bağlı gözləntilər nədir? Bu istər-istərməz həm bank sektorunu, həm də vətəndaşları maraqlandıran vacib suallardan biridir. Bu günlərim Azərbaycan bank sektorunun son dövrlərdə xüsusilə inkişafı olduqca böyük sürət almış və korporativ idarəetmə standartlarının dərin və geniş hərtərəfli tətbiqi ilə yeni mərhələyə keçmişdir. Bunun bariz nümunəsi olaraqdan artıq biz bank aktivlərinin həcminin 55 milyard manata yaxınlaşdığını görürük. Eyni zamanda banklar tərəfindən iqtisadiyyata verilən kreditlərin həcmi artıq 25 milyard manata və bunun da 54%-i məhz biznesə verilmiş kreditlər təşkil edir. Eyni zamanda qeyd etdiyiniz kimi etimad institutu olaraqdan banklara etimadın yüksəldiyini göstərən ən mühüm göstərici əhalinin banklarda olan əmanətlərin həcminin artmasıdır. Və bugün artıq banklarda əmanətlərin həcmi özünün tarixi maksimumuna yüksəlmiş və bugün banklarımızda olan əmanət həcmi 15 milyarda yaxınlaşmışdır. Və 24-cü ilin nəticələrinə baxsaq, mən istərdim bir sıra rəqəmləri də xüsusilə səsləndirim və vurğulayım. 24-cü ildə nail olduğumuz ən mühüm, önəmli cəhətlərdən birisi bizim 44 minə yaxın unikal dediyimiz müştərilərin bank sektoruna cəlb edilməsidir. Yəni, bu əvvəllər bankda əmanəti olmayan 44 minə yaxın vətəndaşımızın banklarda hesab açmaları və əmanət yerləşdirməsi olmuşdur. Və bu əmanətçilər içərisində məhz 34 min olan əmanətçimiz 30 minədək olan əmanətləri olan müştərilərimiz olmuşdur. Və bütövlükdə bank sektorunda olan əmanətçi sayı 150 mini ötmüşdür ki, bunun da 78%-i məhz 30 minədək əmanəti olan əmanətçilərdən ibarət olmuşdur. Eyni zamanda həm hüquqi şəxslərə, həm fiziki şəxslərə baxsaq, məhz 24-cü ilin nəticəsi ilə biz 779,4 milyon manat həcmində məhz həm hüquqi, həm fiziki şəxslərimizə toplam faiz formasında vəsaitlərin ödənilməsini həyata keçirmişik. Yəni, biz nəinki vəsaitləri cəlb edib iqtisadiyyata devr edilməsini təmin etmişik. Eyni zamanda vətəndaşlarımız və hüquqi şəxslərin banklarda yetişdirdikləri əmanətlər üçün birbaşa onlara faiz şəklində bu vəsaitlərin ödənilməsini həyata keçirmişdik. Ötən dövrlər ərzində banklar tərəfindən iqtisadiyyatın dövlət tərəfindən həyata keçirilən şəffaflaşması və ağlaşması üzrə proseslərin ən yaxın iştirakçısı, dəstəkçisi olmuşdur və bunun da bariz nümunəsi banklarımız tərəfindən bugün emisiya edilmiş, Azərpoçt daxil olmaqla emisiya edilmiş kartlarımızın sayı 20 milyona yüksəlmişdir və biz regionun ən çox artıq məhz əməliyyatların plastik kartlar üzərindən nəğdsiz qaydada həyata keçirən sisteminə çevrilmişik. Baxsaq, bütün kreditləşmə prosesləri ilə yanaşı, eyni zamanda bizim həyata keçirdiyimiz mühüm fəaliyyət sahəmiz, hansı ki, çox zaman diqqətdən kənarda qalır, bu hesablaşmaların həyata keçirilməsidir. Bugün bizim həm Azib, SÖKS üzərindən həyata keçirdiyimiz, yəni iqtisadiyyata hesablaşmalar üzrə verdiyimiz xidmətlərin həcmi 24-cü ilin nəticəsi olaraqdan 872,7 milyard manata yüksəlmişdir. Son dövrlərin, son günlərin hətta ən çox müzakirə olunan mövzusu təbii ki, kiberdələduzların bank kartlarına hücum etməsi ilə bağlıdır. Banklar bugün özlərini və müştərilərini qorumaq üçün bu sahə ilə bağlı hansı ciddi addımlar atırlar? Şübhəsiz ki, yeni texnologiyaların tətbiq edilməsi və bank sektorunda bayaq qeyd etdiyimiz kimi 20 milyona yüksələn kart səviyyəsinin mövcud olması özü ilə də bir sıra bu növ təkcə Azərbaycana deyil, bütün dünya ölkələrə, bütün dünya bank sektoruna xas olan problemləri daşıyır və problemləri gətirir. Risklər gətirir. Və bu riskləri gətirir.
Təbii ki, biz əgər bu cür texnologiyaların inkişaf etdirilməsini üzərində işləyiriksə, bu cür risklərin də qarşılanması üzrə tədbirləri həyata keçirməmiz zəruridir. Bununla əlaqədar olaraq Mərkəz Bankı tərəfindən autentikasiyanın həyata keçirilməsi üzrə 24-cü ildə qaydalar yenidən baxıldı və təsdiq edildi və bu qaydalar çərçivəsində artıq biz prosesin ilk başlanğıcında, yəni müştərimizi identifikasiya etdiyimiz zaman artıq bir neçə mərhələdə, yəni həm login prosesində, həm proseslərin idarə edilməsi zamanı bir sıra identifikasiya tədbirləri həyata keçirilir ki, bunların içərisinə ilkin olaraqdan həm müştərinin tanınması ilə əlaqədar biometrik məlumatların yüklənməsi, həm barmaq izi, üz tanımanın tətbiq edilməsi, daha dinamik olan OTP kodlarının göndərilməsi və eyni zamanda statik olan həm parol, həm PIN, həm device ID kimi əlavə autentifikasiya tədbirləri həyata keçirilir ki, bu ilkin mərhələdə müştərilərin daha düzgün identifikasiya edilməsini təmin etmiş olur. Sonraki mərhələlər üzrə artıq Mərkəzi Bank tərəfindən banklarda risk əsaslı idarə etmənin və bu cür dələduzluq hallarının qarşısına alınması üzrə standartlar müəyyən edilmiş, təhlükəsizlik tədbirləri müəyyən edilmiş və banklar tərəfindən bunlar geniş şəkildə tətbiq edilirlər. Lakin bir şey qeyd etmək lazımdır ki, bu problem bir daha vurğulamaq istəyirəm ki, təkcə Azərbaycana deyil, bütün ölkələrə məxsus olan bir problemdir və müqayisəli şəkildə baxdığımız zaman burada Azərbaycanda olan halların sayı bütün qonşu ölkələr və müqayisəli şəkildə müqayisə etsək, region ölkələri ilə müqayisədə xeyli aşağı səviyyədədir. Lakin bu dələduzluq sistemləri və sxemləri hər gün artır. Burada birinci müdafiə xətti məhz vətəndaşımız, müştərimiz özüdür. Bəli. Və burada gərək insanlarımız daha maliyyə savadlığı üzrə öz imkanlarını genişləndirsinlər və onlara gələn ilk növbədə hər hansı bir bilmədikləri zənglərə, WhatsApp və ya Telegram üzərindən gələn linklərə daxil olmasınlar. Özlərinə aid olan və xüsusən kart məlumatlarını hər hansı bir şəkildə bu cür linklərdə və bu cür sorğular zamanı təqdim etmiş olmasınlar. Çox təşəkkür edirik Zakir müəllim. Dəvətimizi qəbul edib studiyamıza gəldiyiniz üçün sizə uğurlar arzulayır və sizinlə sağollaşırıq. Təşəkkür edirəm, çox sağ olun. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.